Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizdən biri də Gizir şəhid Rəcəbov Vaqif Yaquboğludur. 1982-ci il 23 fevralda Naxçıvan şəhərində anadan olub. 1988-ci ildə 7 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olub. 1996-cı ildə hərbi liseyə qəbul olunub. 2000-ci ildə hərbi liseyi bitirib. Elə həmin il hərbi xidmətə çağırılıb. Xidməti bitirdikdən sonra daxili qoşunların xüsusi təyinatlı dəstəsinə işə qəbul olunub. Sonra 2010-cu ildə Gəncədə Ensali hərbi hissəsinə təyinat alıb. Bir neçə zirehli texnikaların Kobra, Toma və s. operatoru vəzifəsində çalışıb. Daxili qoşunların XTD-də xidmət etmişdir. Sağlığına 10 il qüsursuz xidmətə görə medalı ilə təltif edilmişdir. 20 sentyabr 2023-cü il tarixində lokal antiterror əməliyyatı nəticəsində Ağdərə bölgəsində bir neçə erməni terroristini məhv etmiş, igidlik göstərərək elə həmin 23 saatlıq döyüşdə şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra vətənə xidmətə görə ordeni və vətən uğrunda medalı ilə təltif edilmişdir. Qəhrəmanımız Naxçıvan şəhər qəbirstanlığında dəfn olunmuşdur. Ailəlidir, 3 qız övladı var. Gizir şəhid Rəcəbov Vaqif Yaquboğlunun ruhu qarşısında bəş əyirik.